Herkese salamlar. Bugün günümüze səhər yeməyində içdiyim bir isti çayla başlamağa qərar verdim. Sonra sürətli hazırlaşmaq vaxtıdır. Çünki bugün bizi xüsusi bir səyahət gözləyir. Bacımla görüşüb yola çıxırıq. İstiqamətimiz bu dəfə Gürcüstanın sehirli şəhərlərindən biri olan Siqnaxi şəhərinə olacaqdır. Əslində bu şəhərə gedəcəyimiz barədə heç bir məlumatım yox idi. Biz planlamışdıq Tel-Aviyə getməyi. Biz Tel-Aviyə getməyi planlasaq da, yolda bacımın yoldaşı dedi ki, gəlin birinci Siqnaxiyə gedək, ora sevgi şəhəridir. Və hazırlaşdım. Gördüyünüz kimi yoldaşım da oradan məni tələsdirir. Deyir tez ol. Özü də hazırlaşır. Bir tərəfdən mənə də deyir tez ol. Bilmirəm sizin yoldaşınız belə edir ya yox. Mənim yoldaşım çox tələskəndir, dəhşətli dərəcədə. Və məni həmişə hər yerə tələsdirir. Düz məndə də biraz astagəllik var. Amma uşaqlardan sonra o astagəllikdən elə bilirəm ki, əsər əlamət qalmayıb. Yenə də yoldaşım mənim sürətimi bəyənmir. Nəysə, çıxdıq yola və artıq bacımgillə görüşdük. Bildiyiniz kimi bacımın yoldaşı Gürcüdür və ona görə o orada rahat maşında sürür. O ora çox tez-tez gedib gəlir deyə oranın yollarını çox tanıyır və onun anası da, atası da Tel-Aviv şəhərindəndir. Siqnaxi də Tel-Aviyə çox yaxın bir şəhərdir. Birinci aparır Siqnaxiyə. Yolda çiyələk gördük. Çiyələk mövsümü də təzə başlayıb. Dedik bəlkə Gürcüstanda çox dadlı çiyələk olar, aldıq. Nəysə ki, sonra artıq çatdıq Siqnaxiyə və gördüyünüz kimi mən çəkirəm onları. Onlar da öz şəkillərini çəkirlər orada. İndi sizə Siqnaxi şəhəri haqqında qısa bir məlumat verim. Bura Gürcüstanın şərqində Kaxeti bölgəsində yerləşir və paytaxt Tbilisi təxminən 1,5-2 saatlıq məsafədədir. Şəhər 18-ci əsrdə inşa olunub və qədim qala divarları ilə tanınır. Siqnaxiyə sevgi şəhəri demənin səbəbi isə burada günün istənilən saatı rəsmi nikah bağlamaq mümkündür. Yəni cütlüklər buraya gəlib romantik şəkildə evlənə bilirlər. İlk olaraq müqəddəs Nino Bodbi monastırını ziyarətə gəldik. Gördüyünüz kimi qapıda da bacım dilənçiyə pul verirdi. Nərminə orada verirdi. Dilənçiyə pul verirdi sözünü deməyi isə unuttum orada. Yoldaşlarımız bizi gözlədi, biz də gəldik. Mən biraz ətraflıq çəkdim. Allah balanı saxlasın. Mən sən dua eləyəcəm də. Çoxlu, çox sağ ol mənim balam. Minnətdaram. Burada bacımın yoldaşı bayaqki dilənçini parodiya elədi. Oradakı dilənçi deyirdi ki, mənə pul ver və mən sənə bütün ömrüm boyu dua eləyəcəm. Müqəddəs Nino Bodbi monastırına girişimiz belə oldu. İndi isə sizə həmin monastır haqqında biraz məlumat verirəm. Monastır 4-cü əsrdə xristianlığı Gürcüstana yayan Ninonun dəfn olduğu yerin üzərində inşa olunub. Tarix boyu Bodbi həm dini mərkəz, həm də zəvvarların məşhur ziyarətgahı kimi tanınır. Kompleksdə kilsə, monastır binalar və gözəl bağlar yerləşir. Bura Alazan vadisində açılan möhtəşəm mənzərəni də görmək mümkündür. Həqiqətən buradan mənzərə o qədər gözəl idi ki, adam baxmaqdan doymurdu. Bu monastır Gürcüstanın ən çox ziyarət edilən müqəddəs məkanlarından biri sayılır və Siqnaxi səfərinə gələnlər mütləq bura baş çəkirlər. Monastırın ərazisini gəzdik. Oradakı kilsəyə daxil olmadıq. Çıxanda isə Gürcüstanın milli simvolları, ikonları, əl işləri və kiçik bəzək əşyaları satılan bir yer var idi. Ora həm baxdıq, həm də özümüz üçün bir-iki xatirəli suvenir də aldıq. Bu qədim və sakit məkanın enerjisini sanki biraz da özümüzlə götürmüş kimi oluruq. Buradan yolumuzu Siqnaxinin mərkəzinə saldıq. Şəhərin mərkəzi kiçik, amma çox səmimi bir parkla açılır. Parkın tam ortasında isə diqqətimizi çəkən bir heykəl vardı. Bu heykəl Gürcüstanın tanınmış filosof və ziyalısı, maarifçi Solom Dodaşviliyə həsr olunub. O ölkənin intellektual həyatında mühüm rol oynayan ziyalılardan biri olub. Siqnaxi şəhəri də onun xatirəsini bu heykəllə yaşadır. Parkın kənarlarında isə divar boyunca tarixi bir memorial lövhə görünür. Bu lövhə 2-ci Dünya müharibəsində Siqnaxi bölgəsində həyatını itirən insanların xatirəsinə ucaldılıb. Şəhərin keçmişinə hörməti olaraq buraya onların adları həkk olunub. Şəhərin sakitliyi, parkın yaşıllığı və bu memorial bir yerdə toplanır. Şəhərin yalnız romantik
romantik görüntüsü deyil, həm də tarixi və yaddaşla dolu tərəfi hiss olunur. Beləcə şəhərin sevgi şəhəri kimi tanınan rəngli tərəfləri ilə yanaşı onun köhnə zamanlardan qalan hekayələri də bizi qarşılayır. Buradan biraz irəli gedəndə isə dar küçələr bizi Signaxinin qədim qala divarlarının içərisində köhnə şəhər hissəsinə apardı. Bu ərazi tamam başqa bir aləm idi. Qala divarların içərisində sıralanan balaca dükanlarda əl işi satan mağazalar, maşallar, kilimlər, yerli şərablar, ədviyyatlar, gürcü şirniyyatları, hər bir şey var idi. Bura həm ticarət, həm sənət, həm tarixlə nəfəs alan kiçik bir dünya kimi idi. Qala divarlarının içində gəzdikdə bir şey diqqətimi çox çəkdi. O rəngbərəng şallar. Burada şallar elə belə deyil. Çoxu 100% yunundan əl toxuması ilə hazırlanır. Bəzilərində isə kaşmir qarışığı var idi. Ona görə də həm yumşaq, həm də daha bahalı oldu. Təxmini qiymətləri 25-30 laridə, amma ağır olan şallar isə 100 laridən yuxarı olur. Biz baxanda da həqiqətən bahalı idi. Daha sonra Alazan vadisinə mənzərəsi baxan bir restoranda əyləşdik. Balkoni adlanır bir restoranda əyləşdik və günorta yeməyimizi burada Gürcüstan milli mətbəxinin yeməklərindən yedik. Yemədiklərimizi sınadıq burada. Sadəcə mən onları çəkmədim sizin üçün. Burada da hər bir şey qədimi dövrə uyğun idi. Qədimi əşyalarla interyeri bəzəmişdi. Qala divarlarının altında olan o kiçik sakit Signaxidən ayrılıb Tel Avivə doğru yol aldı. Beləliklə gəldik Sinandaliyə çatdıq. Biraz buranın tarixi haqqında sizə danışım. 19-cu əsrin əvvəllərində Çavçavadze ailəsi burada öz aristokrat evini qurur, bağlarını, şərab zavodunu qurur. Aleksandr Çavçavadze də Avropadan ilhamlanaraq malikanəni Avropa üslubundan yenidən inşa edir. Buranın bağları Gürcüstanın ilk landşaft parklarındandır. İtaliya, Fransa, İngiltərənin baxıcılıq üslublarının özünü birləşdirir. Sinandali Gürcüstanın ilk Avropa tipli şərab istehsalının mərkəzinə çevrilir ki, burada ilk butulka tipli şərab hazırlanır və zirzəmilərdə 1840-cı illərin nadir kolleksiyası saxlanır. 1850-ci illərdə malikanəyə hücumlar olsa da sonradan bərpa edilir. Sinandali estate mənası isə o deməkdir ki, böyük torpaq sahəsi malikanə ilə eyni mənanı daşıyır. Bugün burada tarix, mədəniyyət, şərab və təbiət iç-içədir. Gəzintimizi bitirdikdən sonra Tel Avivdə bir Gürcü evində qonaq olduq. Təşəkkürlərdir. Bura bacımın qaynanasının qohumlarından birinin evidir. Bura əsl mənim məkanım. Bu yani. He. Oydan. Kazanlara bak. Maşallah. Onu değil ha. O hemen güldü. Şöyle koy şöyle. Bizi çox gözəl, çox qonaqpərvər şəkildə qarşıladı. Çay hazırlayırdı bizə. Biz sadəcə çox qısa müddət orada olacaqdıq. Yeməyə razı olmadı. Çay da verdi belə. Artıq getmək vaxtı idi. Zamanımız az idi. Artıq dönməli idik Tiflisə. Bugün bizim Gürcüstanda son günümüz idi və bəzi alacaqlarımız var idi. Alacağımız məhsulları alaq, amma həmin gedəcəyimiz yer açıq olmadığına görə başqa bir mağazaya getdik. Alış-verişimizi elədik. Gürcüstana xas olan bəzi şeyləri aldık. Növbəti vlogda isə buradan aldıqlarımız olacaq. Eve gəldik. Otelə gəldik. Aldıqlarımızı qoyduk. İndi çıxdıq. Gecə gəzmələrinə. Sabah gelirik. Bu da bir günün sonu və bir vlogun sonu. Növbəti vloglarda görüşənə